Salam hörmətli müəllimlər. Bu videoda növbəti bir sertifikasiyaya düşən sualın izahına baxacağıq. Qanıq və həkəri çaylarına oxşar cəhətlər seçin. Stoplayıcı hövzəsi iki ölkə ərazisində yerləşir. Qanıq çayı aydın məsələdir ki, transsərhəd çayımızdır. Həkəri çayı mənbəyi və mənsəbi Azərbaycanda yerləşməsinə baxmayaraq, Ermənistan ərazisindən də bir sıra qollar qəbul edir deyə stoplayıcı hövzəsi iki ölkədə yerləşir deyə bilərik. Doğru fikirdir. Mülayim isti iqlimə rast gəlinmir fikri səhvdir. Hər ikisində qışı qıraq keçən mülayim isti iqlim mövcuddur. Qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Bu hər ikisi üçün ortaqdır. Mənsəbi eyni vilayətdə yerləşir. Bəli, Kür-Çökəşlik vilayətində yerləşir hər ikisinin mənsəbi. Kür çayının sol qollarıdır. Bu yanlış fikirdir. Qanıq çayına aiddir. Həkəri çayı isə Arazın sol qoludur. Mənbəyi eyni tektonik zonada yerləşir. Xeyr, biri Kiçik Qafqaz, yəni Həkəri Kiçik Qafqaz tektonik zonasından başlayır. Doğru cavabımız birinci, üçüncü və dördüncü olacaq. D bəndi.